Azərbaycan Mərkəzi Bankı AMB mənzil bazarında köpükləmə müşahidə etmir. Oxu Az xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov pul siyasətinə həsr olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu ildən etibarən mənzil bazarının qiymətləri təhlil olunur və nəzarət altındadır. Hazırda qiymət artımı 10,9% təşkil edir. Tələb amili və xərc artımı bazarda qiymətlərin yüksəlməsində rol oynayır. Taleh Kazımov vurğulayıb ki, Mərkəzi Bankın baxışı ipoteka portfelinin sektorda artmasını təmin etməkdir. Bunun üçün bir neçə təşəbbüs müzakirə olunub ki, əlavə məhsullar yaradılaraq əhalinin mənzil alma imkanları artırılsın. Baş bankir həmçinin qeyd edib ki, həm sosial, həm də iqtisadi baxımdan ipoteka portfelinin artması vacibdir və hazırda mənzil bazarında köpükləmə müşahidə edilmir.